Gecə yenə qədimki filmlərdən birinə baxırdım. Bəlkə siz də bu filmi xatırlayasınız. Zaman Tüneli. Əlbəttə bu film xəyali bir hekayədir və 2 nəfərdən nağıl edir ki, necə tünel zamanına düşüb keçmişlərə gedirlər. Bu filmə baxanda doğrusu mən də bəzi xəyallara düşdüm. Bu fikir zehnimi özünə almışdı ki, əgər istəsəm keçmişlərə gedim, hər şeydən çox istəyirəm haraya və nə zamana gedim. Bir an düşünün, əgər siz də istərdiniz ki, zaman içində səfər edəsiniz, istərdiniz nə zamana gedəsiniz, nə yerə gedəsiniz? Doğrusu, mənim fikrimə çox yerlər gəldi. Amma hamıdan çox gönlüm istəyirdi ki, mən də o cəmaat arasında olum ki, İsa Məsihin dalınca gedib onun sözlərinə qulaq asırdılar. Heç olub İsa'nın sözlərinə qulaq asmış olasınız? İsa çox şeylər haqqında danışır. Bu indiki vaxtımızda istəyirəm onun xalqa dediyi sözlərdən birinə baxaq. İsa bu sözü xidmətinin elə o əvvəlində deyir. Mərqos rəvayət etdiyi İncildə bu sözü qısa bir şəkildə nəql edir. Sizə görə İsa Məsihin insanlara danışdığı lap ilk mətləb nə idi? Baxın, İsa müqəddəs ruhun vasitəsilə Bakirə Məryəmin mətnindən doğuldu və 30 yaşlarına qədər adi bir insan kimi insanların arasında yaşadı. Bu həyat o qədər pak idi, o qədər qüsursuz idi ki, sonralar düşmənləri onu məhkum etmək üçün nə qədər axtardılar ki, bir şey tapsınlar, tapa bilmədilər. 30 yaşlarındadır ki, görürük, xidmətini başlayır və ilk təlimini o zaman verir ki, böyük və ağır bir təcrübədən çıxmışdı. Yəhya Peyğəmbərdən təmid almışdı və ata Pərverdigarın səsini göydən eşitmişdi ki, ona deyir, sən mənim əziz oğlumsan, səndən razıyam. Sonrası da müqəddəs ruh onu çölə aparmışdı ki, iblislə müqabilə etsin. Bu zamanda İsa 40 gün oruc idi və iblis çalışır ki, onun bu vəziyyətindən sui-istifadə edib İsa'nı vəsvəsəyə salsın və bais olsun ki, İsa atanın ona təyin etdiyi vəzifəni yerinə yetirməsin. Amma bu təlaşda cinə bu iblisin özüdür ki, şikəst yeyir və İsa ilk təlimini bu təcrübədən sonradır ki, deyir. Mərqos bu mətləbi elə bir qısa şəkildə nəql edir ki, adam deyir, kaş ki, zaman tüneli içində olsaydım və bu zamana getsəydim və bu mətləbi kamil bir şəkildə İsa'dan eşitsəydim. Görün, Mərqos bunu necə nəql edir? Mərqos rəvayət etdiyi İncilin 1-ci fəsil 14-cü və 15-ci ayəsi. Yəhyanın tutulmasından sonra İsa Cəlilə gəldi və Tanrının xoş xəbərini vəz edib deyirdi, vaxt tamam olur və Tanrının padşahlığı yaxınlaşıb, tövbə edin və xoş xəbərə inanın. Görürsünüz, bu qədər. Vaxt tamam olur. Tanrının padşahlığı yaxınlaşıb, tövbə edin və xoş xəbərə inanın. İsa'nın insanlara dediği bu söz 2 qat bir peyamdır. Vaxt tamam olur və Tanrının padşahlığı yaxınlaşıb. Burada İsa da zamandan danışır, vaxtdan danışır. Vaxt tamam olur. Amma İsa bu sözü deməkdən istəyir nə desin? Baxın, bəzi vaxtlar insanın həyatında
5 dəqiqə elə mühüm rol oynar ki, adamın 5 il yaşamağı ilə bərabərlik edir. İsa bu sözünə cəmaata deyirdi ki, insan tarixində onlar böyük bir nöqteyi böhrana yetişiblər. Elə bir zamana ki, elə bil ondan qabaqçı bütün şeylər ancaq müqəddəm imiş. İsa onlara deyirdi ki, indi hər şeyin kamilləşməsi yetişir. Tanrının nəqşəsində bu an elə o zamandır ki, dünya onu əsrlər boyu gözləmişdi. Bəlkə də mənim bu sözüm fikrinizdə başqa bir sual yaratmış olsun. Bu söz yəni nə? İnsan tarixinin mənası nədir? Əgər doğrudan da bir mənası varsa, aya tarixdə elə bir zaman var ki, açar kimi əməl etsin və bizi qadir etsin ki, tarixdə bizə bağlı qalan mənaların qapısını bu açarla açaq? İsa Məsih bu sualın qabağında belə buyurur. Bəli, var. Və bu an, əzizlərim, elə o vaxt idi ki, İsa bizim insan tariximizə ayaq bastı və aramızda zuhur etdi. Və elə onun bu zuhurudadır ki, insan tarixinin bütün qismətlərinə məna verir. Çünki buyurur, Tanrının padişahlığı yaxınlaşıb. İsa'nın məqsədi Tanrının padişahlığından nə idi? Padişahlıqdan söz gələndə bir mətləb fौरən zehnimizdə can alır. Bir məmləkət ki, ona bir padişah hökmranlıq edir. Aya Tanrının da hökmranlıq etdiyi bir məmləkəti var, bir padişahlığı var. İsa'nın bu sözünə görə əlbəttə ki var. Amma mənası gördüyümüz və eşitdiyimiz padişahlıqlarla fərq edir. Əlbəttə ki, bütün yer-göy, bütün kainat Tanrının hökmranlıq etdiyi padişahlıqdır. Lakin Tanrının padişahlığından məqsəd məmləkət yox. Onun hakimiyyət qüdrəti altında olanlardır. Tanrı bu padişahlığa qüdrət ilə hökmranlıq edir. Tanrının padişahlığı, yəni bu ki, insan tarixində onun ağalığı, onun qüdrət və hakimiyyəti parlaq bir şəkildə özünü göstərsin. Onun üçün də İsa bu sözü bir elan kimi adamların arasında car çəkir. Eşidin, eşidin, vaxt tamam olur, Tanrının padişahlığı yaxınlaşıb, Tanrı hökmranlıq etmək üçün şəxsən gəlib. İsa'nın bu sözündə olan təzə xəbər nə idi? Bu xəbərin təzəliyi nədir? Məgər Tanrı bütün zamanlarda hökmranlıq etməmişdi. Əlbəttə ki, bir sözdə Tanrı dünyanın mütləq hökmranıdır. Kainatı o yaratmışdı. Amma müqəddəs kitabın yazdıqları deyir ki, insanların Tanrının ziddinə üsyan etməkləri vəziyyəti dəyişdirib. Biz ki, qanunən onun padişahlığına aid idik, artıq ona aid deyilik. Günah bizə sahib olub, şərarət qüdrətləri bizə hakim olub. Tanrı bizi yaradan zaman biz azad idik. Amma bu azadlığımızdan səhv bir şəkildə istifadə etdik və bunu seçdik ki, artıq padişahımızdan itaət etməyək. Onun ziddinə üsyan qaldırıb, öz istəklərimizin dalınca gələk. Və belə oldu ki, əsirliyə düşdük, əsir olduq. Günah vəziyyəti bizi əsir saxladı.
Sözümə lütfən diqqət edin. Fəqət demədim günah, dedim günah vəziyyəti. Müxtəlif dinlər, cürbəcür məzhəblər bizə günahdan müxtəlif təriflər, cürbəcür təşrihlər verirlər. Amma əgər bu təriflərə diqqətlə baxsaq, onların hamısı bir mətləbdə müştərəkdir. Hamısı bizə günahın əməl olduğunu deyirlər. Din baxımından günah məhdud olur bir iddə işin əncam verməsinə ya da bir iddə işin əncam verməməsinə. Amma Tanrının düşüncəsində günah bu deyil. Tanrının gözündə günah əməl deyil ki, onun etməsi ilə pis ya da onun etməməsi ilə yaxşı olar. Əzizlərim, Tanrının nəzərində müqəddəs kitab deyir ki, günah bir vəziyyətdir. İnsanın əsir olduğu vəziyyət. Və insanın bu vəziyyətdə etdiyi hər əməl səhvdir, hər əməl qələtdir. Qoyun bu barədə sizə aydın bir misal gətirim. Bu günlər insanların çoxu futbol oyununu bilirlər. Həm də çox sevirlər. Futbol meydanında bir yer var ki, ona cərimə məntəqəsi ya da offside deyilir. Bu məntəqədə sizin nə yaxşı futbolçu olduğunuz mühüm deyil. Bekəm olasınız ya da Qəzənfər fərq etməz. Atılıb bərəks qeydsi vurub topu qola taxasınız, yenə mühüm deyil. Çünki qəbul deyil. Hətta əgər stadionda olan bütün tamaşaçılar ayağa qalxıb haray çəkələr, əl çalalar, bağıralar, yenə fərq etməz. Qol qəbul deyil. Davər fit çalıb əmr edir ki, topu ortaya qoysunlar. Tamaşaçılar mümkündür bunu bəyənməsinlər, davəri yamanlasınlar, amma yenə fərq etməz. Cərimə məntəqəsində hər nə edəsən qələtdir. Tanrının gözündə ki, bizim davərimiz elə o özüdür, biz insanlar cərimə məntəqəsindəyik, offside-ıq. Burada nə etsək, istər yaxşı əməl olsun, istər pis, istər dini ayinlər olsun, istər cinayət, hamısı foldur, qəbul olunmaz. Buna görə də Eş'ya Peyğəmbərin bütün kitabında Tanrı insanların ruhani paltarlarının nə qədər kəsif, nə qədər kirli olduğunu göstərir. Halbuki insanlar onları təmiz güman edirlər. Baxın, mühüm olan bu deyil ki, başqa insanlar bizim dini ayinlərimizin yerinə yetirməsini gördükdə bizi nə qədər yaxşı insanlar güman etsinlər. Bu mühüm deyil. Mühüm olan budur ki, Tanrı bizi necə görür? Nə deyim ki, burada bizə daha bir acı xəbər də var. Müqəddəs kitab bizə deyir ki, biz insanlar hamımız offside məntəqəsindəyik. Buna görə də nə etdiklərimizin 10 şayda dəyəri yoxdur. İstər Peyğəmbər olaq, istər qatil, hamımız bu vəziyyətdəəsirik. Belə düşünün. Qabaq nur məmləkətində azad yaşayırdıq, lakin özümüzü qaranlığın əsirliyinə verib, indi zülmət məmləkətində yaşayırıq. Kaş ki, müsibət ancaq bu qədər olsaydı. Amma nə deyim ki, bu qədər deyil. Günah vəziyyətində yaşamaq insanda başqa ziyanlar da əmələ gətirib. Əvvəl bu ki, günah insanın içini başdan başa bulayıb. Virüs kimi, mikrob kimi onun vücuduna düşüb sürətli bir şəkildə də rüşd edir və onu başdan başa bulayır.
Mərqos rəvayət etdiyi İncilin 7-ci fəslində görürük ki, adamlar necə İsa'nın yanına gəlirlər və öz məzhəbi təcrübələrinə dayanıb İsa'dan soruşurlar, nə üçün sənin şagirdlərin əcdadlarımızın adətlərini riayət etməyib, nəcis əllər ilə çörək yeyirlər. Və İsa bu sualın qabağında belə deyir. İncildən sizə oxuyum. Hamınız mənə qulaq asın və anlayın. Heç bir şey yoxdur ki, eşikdən insanın içinə girib onu nəcis etsin. İnsanı nəcis edən onun içindən çıxan şeylərdir. Eşitməyə qulağı olan eşitsin. Və cəmaatı tərk edib evə girəndə şagirdləri ondan bu məsəlin mənasını soruşdular. İsa onlara dedi, məgər siz də bu qədər nadansınız? Məgər anlamırsınız ki, heç şey eşikdən insanın içinə girib onu nəcis edə bilməz? Çünki ürəyinə yox, qarnına girir və oradan eşiyə çıxır. İsa bu sözlə bütün yeməkləri təmiz saydı və sözünə belə davam verdi. İnsanı nəcis edən insanın içindən çıxandır. Çünki içəridən, insanın ürəyindəndir ki, pis düşüncələr, iffətsizlik, oğurluq, cinayət, zina, tamahkarlıq, pislik, hilə, şəhvət, pis göz, küfr, qurur və səfehlik eşiyə çıxır. Bütün bu şeylər insanın içindən çıxıb onu nəcis edir. Bəli, doğrudan da bunların hamısı insanın ürəyindən qaynaq alır. Çünki insanın ürəyi kirlənib, kəsif olub. Günah beləcə insanın ürəyini, insanın vücudunu bulayıb. Onun üçün də hər şeyi nəcis edən, əzizlərim, insanın öz ürəyində yer alır. Yemək insanı nəcis etməz, çünki onun qəlb və ruhu ilə ki, heç bir işi yoxdur. Mədəyə girir, oradan da eşiyə ifraz olunur. Pis fikirlər, paxıllıq, qeybət, böhtan, oğurluq, tamah və belə şeylərdir ki, insanı nəcis edir. Günah vəziyyətində olmaq insanı başdan başa bulayır. Günah vəziyyətinin ikinci nəticəsi budur ki, günah insanın iradəsinə hakim olur və insanın iradəsini əsir edir. Həvari Pavlos Rumlulara yazdığı məktubun 7-ci fəslində günah vəziyyəti barədə belə deyir. Biz bilirik ki, şəriət ruhanidir, amma mən cismaniyəm. Nökər kimi də günaha satılmışam. Çünki nə etdiyimi anlamıram. İstədiyim şeyi etmirəm, lakin nifrət etdiyim işi görürəm. Əgər istəmədiyim işi görürəm, onda təsdiq edirəm ki, şəriət yaxşıdır. Buna görə də ona əməl edən artıq mən deyiləm, məndə olan günahdır. Bilirəm ki, məndə, yəni cismimdə yaxşı bir şey yaşamır. Çünki yaxşı şey etməyin istəyi məndə var. Lakin onu etməyə qadir deyiləm. Çünki istədiyim yaxşı şeyi etmirəm, lakin istəmədiyim pis işi görürəm. Amma əgər istəmədiyim şeyi edirəm, onu edən artıq mən yox, məndə olan günahdır. Beləcə, bu əsli tapıram. Yaxşılıq etmək istəyən halda məndə pislik hazırdır.
Çünki içimdəki varlığım Tanrının şəriətindən kef edir. Amma üzvlərimdə ayrı bir şəriət də görürəm ki, ağlımın təsdiq etdiyi şəriətlə mübarizə edir və üzvlərimdə olan günahın şəriətinə məni əsir edir. Nə yazıq bir adamam mən. Yuhanna rəvayət etdiyi İncilin 8-ci fəslində elə deyir ki, günah edən hər kəs günahın quludur. Başqa bir sözlə, hər kəsdə ki, günahın səmərə və meyvəsi görünür, deməli, günah vəziyyətindədir və əsir bir adamdır da. Günah vəziyyətinin üçüncü nəticəsi budur ki, insanın qədərinə ölümü hakim edir. Müqəddəs kitab aydınca deyir ki, günahın nəticəsi ölümdür. Həm ruhani, həm də cismani ölüm. Baxın, bizim həyat barəsində olan mənalarımız da səhvdir. Həyat demək, yəni ölümün olmaması. Həyatın öz içindəki ölüm ola bilməz. Anadan doğulan hər uşaq üçün sevinirik, amma bilirik də ki, əbədə kimi yaşamayacaq. Bir gün o da öləcək. Ona görə də əzizlərim, bizim yaşadığımız həyat doğrusu həyat deyil, tədrici ölümdür. Bu müsibətlərdən əlavə, günah vəziyyətində olmaq insanla Tanrı arasına böyük bir ayrılıq salıb. Eş'əya kitabının 59-cu fəslində Tanrı belə deyir. Qoyun, müqəddəs kitabın özündən oxuyun. Bax, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin. Qulağı kar deyil ki, eşidə bilməsin. Lakin şər əməlləriniz Tanrınızla sizin aranızda ayrılıq salıb. Günahlarınız səbəb olub ki, üzünü sizdən döndərsin, elə ki, eşitməsin. Tanrı buyurur ki, mən ilə sizin aranızda bir duvar mane olur və qoymur ki, sizə yaxınlaşım. İstəsəm belə sizə yaxınlaşa bilmərəm, çünki siz günah vəziyyətindəsiniz. Əgər siz bu vəziyyətdə olan halda Tanrı deyir, mən sizə yaxınlaşam, mənim müqəddəs zatım təhəmmül etməyib sizi vurub öldürər. Görürsünüz biz nə yazıq insanlarıq? Dünyaya sabit oldu atamızın eşki, öz yegane oğlunu verdi, aşkar oldu sevdi. Bu dünyaya sabit oldu atamızın eşki, öz yegane oğlunu verdi, aşkar oldu setri. Bütün insanlar için İsa canını koydu, her tobakarın yerinde haç üstünde öldü.
versin allı allı kurban, ta ebedi hayat tapsın ona her inanan, ona her inanan, ona her inanan, ona her inanan. Amma müqəddəs kitab insanlara vədə verir ki, Pərverdigar bizi bu əsarətdən qurtaracaq. Ətiqət insanın yaşadığı bu zülmət dünyasına ümid ışığı salır. Tanrı özü nəhayət bir iş görəcək. Davud Peyğəmbər 96-cı məzmurunda belə yazır. Qoy göylər sevinsin, qoy yeryüzü şadlıqdan atılsın, qoy dəhəns, qoy onu dolduranların hamısı guruldasın, qoy zəmi, qoy onda olanların hamısı əl çalsın, meşənin bütün ağacları Rəbbin huzurunda şadlıqdan oxusun, çünki o gəlir. Çünki Rəbb yeryüzünü mühakimə etmək üçün gəlir. O, dünyanı ədalətlə mühakimə edəcək. O, insanları həqiqətlə mühakimə edəcək. İsa'nın dediyi söz bu idi. Vədəsi verilən o Rəbb gəlib. Həlim və başı aşağı bir insan surətində. Düşmənin hökmranlıq etdiyi yerə. Nur gəlib ki, qaranlığın hökmranlığına axır qoysun. İsa'nın bu sözü elə o zamandan səslənir. Sənə də, mənə də Tanrının padişahlığı yaxınlaşıb. Amma söz burada qurtarmır. İsa başqa bir sözdə deyir. Tövbə edin və xoş xəbərə inanın. İsa hamı insanlardan istədi ki, yalan padişahların hökmranlığını özlərindən atsınlar və o həqiqi padişahın hökmranlığına gəlsinlər. İnsan qaranlıqdan dönüb nura gəlməlidir. Ölümdən həyata, iblisin qüdrətindən tarıya. İsa insanları tövbə etməyə dəvət edir. Tövbə etmək, yəni bu ki, insan fikrini dəyişdirsin. Tanrı haqqında olan fikrini, özü haqqında olan fikrini və Tanrıya dönsün. İsa buyurur, kim olursan ol, besavad ya da savadlar, yoxsul ya da varlı, kişi ya da arvad, profesör ya da bakkal, sizin hamınız mənim yanıma gəlməlisiniz. Mən gəlmişəm ki, sizin əl ayağınızı bağlayan zəncirləri sizdən qırıb töküm, sizi qaranlıqdan çıxardıb nur hakimiyyətinə gətirim. Sizin lap böyük ehtiyacınız İsa buyurur ki, budur. İsa deyir, tövbə edin. Pərverdigarın yanına gəlin. İnsanlar pərverdigarı ağac əlində olan qəzəbli bir adam kimi güman edirlər ki, onların səhv bir işini gördükcə ağacını başlarına vuracaq. Bu pərverdigar haqqında əzizlərim səhv bir təsvirdir. İsa Məsih Tanrıdan danışanda onu bizim atamız çağırır. Tanrı insanlara atadır. Və qolları açıq onları özünə çağırır. İnsan Tanrının yanına gəldikdə, Tanrı mehriban bir ata kimi onu bağrına basır. İsa'nın dediyi xoş xəbər budur. Və İsa deyir, bu xoş xəbərə inan. Tanrı səni bir övlad kimi sevir.
Qardaşım, bacım, nə üçün İsa'nın bu sözünə inanmayaq?